Salam müəllimələr, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir olsun. Müəllimlər, biz zoologiyanı qutardıq təmiz hamısını. Bəli, Gülay müəllimə, qutardıq. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Axşamınız xeyir hamımızın müəllimlər. Axşamınız xeyir. Necəsiz? Siz necəsiz? Yaxşı olasınız, təki yaxşı olun. Hə, Günay müəllimə, zoologiyanı yekunlaşdırmışıq, bitirmişik artıq. Amma mənim orada sizə sual-cavabım qalıb, narahat olmayın, yəni o olunacaqdır. Səhv eləmirəmsə, quşlarla məməlilər ikisi qalıb, amma testlərinə baxmamışıq. Yəni testlərinə baxmamışıq. Yox, mən sağlığıma görə demirəm. Bilirəm. Deyirəm, göyümdə qutardım. Bilirəm can, bilirəm. Yəni bir dənə sual-cavab qalıb, quşlar məməlilər, onu eləyəcəm. Bir də test... Axşamınız xeyir müəllimə. Axşamınız xeyir Elmira müəllimə. Axşamınız xeyir can, axşamınız xeyir. Hə, indi müəllimlər, mən bu gün də, sabahda, yəni bu həftə, gələn həftədə elə birbaşa botanikanı yekunlaşdıraq, amma aralarda yenə şey eləyəcəm, yəni sizə fasilə olsun, bir təkrar sual-cavab eləyərik, quşlarla məməlləri. Ya bazar günü, bir də testlərinə baxarıq. Hə, indi başlayırıq botanikaya, bəli müəllimlər, başlayırıq botanikaya. Qoy biraz artsın müəllimlər. Hə, axşamınız xeyir. Botanikanı bir ayın sonuna qədər bitirərik. Müəllimə tez bitirərik. Botanikanı tez narahat olmayın, yəni elə uzun çəkəsi deyil. Tez bitirəcəyik inşallah. Vaxtımız çox qalsın. Hə, başlayaq indi, amma keçdikcə dərs təkrar da eləyirik də. Baxın, insanı artıq bundan ikinci, üçüncü dəfədir təkrarləmişik. 2 bölmə qalıb orada bizdə. Ümumi biologiyanı oradan təkrar gəlirik. Yəni, narahat olmayın. Eyni zamanda yenə indi dərs izahı olmayacaq da, ancaq sual-cavab olacaq. Təkrar, yəni o cür olasıdır. Yaxşı müəllimlər. Botanikanın dərsi izahı olacaq. Bəli, bax başlayıram, bəli. Dərsin hamısını bir-bir izah eləyəcəm, narahat olmayın canım. Deməli, bugünkü... Müəllimə, bir dənə zəhmət olmasa, hardan başlayırıq? Onu deyərdiniz ki, Lap əvvəldən, hə, Günay müəllimə, lap əvvəldən başlayırıq. Lap başdan bitki toxumalarından başlayıram. Bəli, bitki toxumaları, bəli. Ardı ilə yarpağın quruluşu, gövdənin quruluşu, kökün quruluşu, çiçəyin, meyvə, toxum. Bax, bu cür davam eləyəcək. Sonra da keçəcək yosun, qıcı, çılpaq toxumlu, örtülü toxumlu bu cür. Biz ümumiyyətlə oxuyanda dərsliyə daha çox fikir verək, yoxsa... Bəli, bəli, dərsliyimiz, kitabımız müəllimlər. Bax, mənim izahım, bir dənə kitabı da qoyun qarşınıza, dərslik kitabını, bir də özünüzün qeydlər, bir dəftəriniz olsun. Mənim izahıma baxın. Elə demək olar ki, müəllimlər, bu videoya qulaq assaz, bu slaytları oxusaz var, vallahi heç nəyə ehtiyac yoxdur. Heç kitaba da ehtiyac, çünki... Bəli. Müəllimə, bir şey soruşum. Buyurun. Bu ilki 7-ci sinifdən düşəcək suallar. Xeyr, xeyr müəllimə, narahat olmayın, xeyr. Düşməyəcək, narahat olmayın. Aha. Müəllimlər, başlayaq, qoy çatdıra bilək heç olmayın. Buyurun müəllimə. Olay, mən bir şey soruşum Buyurun, sizə. buyurun. Bu, dedik ki, ilk məməllərdə beyin yarımkürələri qabığı yoxdur, qırış yoxdur daha doğrusu. Yarımkürələr qabığı üzərində qırış yoxdur. Bəli. İndi biz qırışın əmələ gəlməsini era ilə götürəndə harda götürək? Baxın. Deyək ki, Mezozoy erasının kiraz dövrünə. Təbaşir, əsl məməllərdə, təbaşirdə müəllimə. Təbaşirdə. Deməli, onda deməli trias dövrü üçün ilk məməllərin əmələ gəldiyi dövr olduğuna görə Bəli, orada bəli, bəli, bəli müəllimə. Çünki onlarda yoxdur, bəli. Məndəkində baş beyin qabığı yazılıb, amma qırış demək deyildi də, o sadəcə qabıq. Sürünənlərdə qabıq demişdik də, bəli müəllimə, sürünənlərdə qabıq demişdik, bəli. Bir də Elmira müəllimə, köhnə kitablarda var idi, quşlarda deyirdi ki, beyin tacı. Yəni, bir bölmə kimi, o beynin quruluşunda görürsünüz, orada bir çuxur kimi belə xət gedib, qalın. Hə, onu, amma tam qırışlı beyin, bəli, təbaşir devrində əsl məməllərdə, bəli. Oldu. Başlayırıq müəllimlər. Deməli, bitki toxumaları. Bildiyimiz kimi, biz qeyd edək ki, bütün canlılarda ümumiyyətlə olduğu kimi, yəni bütün canlı deməyək, belə deyək, 4 aləmin 4-ündə də olduğu kimi,
Yəni hətta bəzi hamısında yox, əksər nümayəndələrdə biz orqanizm nədən təşkil olunub deyəndə, orqanizmin təşkili səviyyələri deyəndə biz nə götürürdük? Götürürdük deməli hüceyrə, toxuma, orqan, orqanlar sistemi və vahid orqanizm. Bitki canlıdır və bitki də bütün canlılarda, əksəriyyət canlılarda olduğu kimi toxumaya malik olan bitkilər də var. Təbii ki, bu bütün bitkilərə aid deyil. Biz bilirik ki, toxuma orqan strukturu yosunlardan sonra ilk dəfə mamırlarda başladı toxumalar əmələ gəlməyə. Deməli, bitki, toxuma nədir? Toxuma quruluşu, mənşəyi, yerinə yetirdiyi funksiyası eyni olan hüceyrələr və hüceyrərsi maddələr yığılaraq nəyə əmələ gətirir dedik? Toxumanı əmələ gətirir dedik. Və bitkilərdə 6 qrup toxuma var. Törədici toxuma, mexaniki toxuma, əsas toxuma, örtük toxuması, ötürücü toxuma və ifrazat toxuması. Və bu toxumalardan biri də törədici toxumadır. Baxın, bu toxumaları biz necə xarakterizə eləyəcəyik? Bir-bir hamısına baxacağıq. Toxumanın quruluşu, toxumanın yerləşdiyi yer, toxumanın funksiyası, bir də ona baxaq ki, hansı toxuma neçə qrup, neçə növdür. Yəni necə ki, insanda deyirdi ya ki, bir qrup, 3 növ və yaxud da bir qrup, bir növ. Bax, o cür bu toxumalara da bir-bir baxacaq ki, neçə qrup, neçə növdən təşkil olunmuşdur. Birinci törədici toxuma. Törədici toxumanın başqa adı müəllimlər meristem toxumasıdır. Meristos bölünən deməkdir. Adından göründüyü kimi törədici toxuma daim mitoz bölünmələr gedən toxumadır. Yəni durmadan, dayanmadan bitkinin bütün ömrü boyu bölünüb çoxalaraq bitkinin digər hissələrinə başlanğıc verən toxumadır. Törədici toxumanın hüceyrələrinin quruluşu. Hüceyrənin quruluşu ondan ibarətdir ki, ümumiyyətlə bu toxumanın hüceyrələri canlıdır, cavan hüceyrələrdən təşkil olunub. Və biz bilirik ki, cavan hüceyrə deyəndə, növbəti slaytlarda var onların şəkilləri, orada bir daha izah eləyəcəm. Biz 6-cı sinifin biologiya kursundan bilirik ki, cavan hüceyrə ilə yaşlı hüceyrənin orada müqayisəsi var idi. Və deyirdik ki, cavan hüceyrələrin qılafı nazikdir. Mən buna adətən bu cür izah edirəm ki, sanki bir körpə uşaqla yaşlı bir insanın müqayisə aparıq. Məsəl üçün, körpə uşaqlarda dəri nazik olur, yaşlı insanlarda biraz qalınlaşır yaşartdıqca. Cavan hüceyrələr kiçik olur. Çünki daim bölünüb çoxalıb yeniləri əmələ gəldiyinə görə ölçü baxımından da həm də kiçik olurlar, nazik qılaflı olurlar, iri nüvəli olurlar və nüvə hüceyrənin mərkəzində yerləşir. Baxın, sanki bir var balaca bir hüceyrə, bir var nisbətən böyük bir hüceyrə. Aydın məsələdir ki, balaca hüceyrədə nüvə ölçü baxımından daha böyük görünəcək və mərkəzi. Amma yaşlı hüceyrələrdə nüvə bir qədər kənara doğru yerləşir deyirik. Deməli, nazik qılaflı, kiçik hüceyrələrdir, iri nüvəli olurlar, bol histoplazmalı olurlar və bunlarda maddələr mübadiləsi sürətli gedir. Bax, bu cavan hüceyrənin deməli, xarakteri xüsusiyyətlərindən biridir. Və qeyd eləyək ki, yerləşdiyi yerə baxdıqda, ümumiyyətlə deyək ki, törədici toxuma ilə bir qrup deməli, hansı növdür? Məsəl üçün, yerləşdiyi yerə görə baxanda bir var təpə meristemi, yəni təpə meristemi yerləşir gövdənin təpəsində. Və biz yadımızdadsa demişdik ki, bitkilər bütün ömrü boyu böyüyür, onlarda məhdud böyümə yoxdur və bunun səbəbi də bitkinin gövdəsinin təpə hissəsində, biz ona böyümə konusu, böyümə nöqtəsi adlanan hissədə, yəni gövdənin başında, təpə tomurcuğunda törədici toxuma yerləşir ki, bu törədici toxuma da daim bölünüb çoxaldığına görə bitki bütün ömrü boyu böyür. Nə vaxta qədər ki, həmin törədici toxuma zədələnsin, həmin hissəni kəsəndə artıq kənardan çətirlər əmələ gəlməyə başlayır və uzunluğuna böyümə dayanır. Deməli, təpə meristemi gövdənin, zoğların təpəsində yerləşir və gövdənin uzunluğuna böyüdür. İkinci, kökün ucunda yerləşən uc meristem də var. Deməli, bir var təpə meristemi, bir var uc meristemi. Kökün ucunda yerləşir. Yəni, indi biz kökü keçəndə orada qeyd edəcəyik ki, kökün uc hissəsində bölünmə və böyümə zonaları var. Onlar da canlı cavan hüceyrələrdir və bölünmə zonasında daim mitoz bölünmələr gedir, bölünüb çoxalır, artır və kökün digər hissələrinin əmələ gəlməsində iştirak edir. Və eyni zamanda qabıqla oduncağın arasında kambi qatı var və bu kambi qatı da yenə törədici toxumadan təşkil olunub ki, dayanmadan, durmadan bölünüb çoxalaraq qabıq tərəfdə yeni qabıq hüceyrələri, oduncaq tərəfdə isə yeni oduncaq hüceyrələrinin əmələ gəlməsində iştirak edir.
və eyni zamanda taxıllar fəsləsinin nümayəndələrində nə təpə tumurcuğu yoxdur, nə də kambi qatı yoxdur. Yəni nə təpə meristemi yoxdur, nə də kambi meristemi yoxdur. Bunlarda isə zoğun buğumların dibində buna deyirlər aralıq meristem və yaxud da interkalyar meristem, interkalyar bölünmə deyirlər buna. Yəni zoğun buğumları sürətlə böyüyərsə, bu cür böyüməyə interkalyar böyümə deyirlər. Ona görə də qeyd eləyək ki, təpə meristemi var, uc meristemi var və yaxud da dedik ki, kambi meristemi var. Bir də aralıq meristem var dedik. Aralıq meristem və yaxud da interkalyar meristem. Taxıl bitkilərində yenə də qeyd edirəm, təpə meristemi yoxdur və yaxud da deyək ki, eyni zamanda kambi meristemi də yoxdur. Yəni onlarda böyümə prosesi zoğun buğumlarının dibində əmələ gələn deməli törəci toxuma hüceyrələrinin bölünüb çoxalması sayəsində mümkün olur. Bax, yerləşdiyi yerlərdə bir-bir dedik və ona müvafiq olaraq da törəci toxuma bir qrup və bir neçə növü var deyəcəyik. Funksiyası nədir? Qeyd etdik ki, bitkinin digər deməli toxumalarının hüceyrələrinə başlanğıc verir və bu da bitkinin bütün ömrü boyu böyüməsini təmin edir deyirik. Eyni zamanda təpə meristemi və taxıl bitkilərində də aralıq meristem uzunluğa böyüməni təmin edir. Kambi meristemi isə eninə böyüməni təmin edir deyirik. Deməli, onda taxıl bitkilərində uzunluğa böyümə mövcuddur. Onlarda eninə böyümə yoxdur, çünki onlarda kambi meristemi yoxdur. Yalnız aralıq meristem var. Təpə və aralıq meristem uzunluğa böyüməni təmin edir. Kambi meristemi isə eninə böyüməni təmin edir deyirik. Bax, bu oldu bizim törəci toxumadan quruluşu, yerləşdiyi yeri və funksiyalar haqqında məlumatımız. Növbəti keçirik örtük toxuması. Örtük toxuması bir qrup, müəllimlər, iki növdür. Baxın, bir qrup, iki növ. Biri dəricikdir, digəri mantardır. Örtük toxumasının hüceyrələrinin içərisində canlı və ölü hüceyrələrə rast gəlinir. Məsəl üçün, dəriciyin hüceyrələri canlı hüceyrələrdən təşkil olunmuşdur. Yəni, dəricik hüceyrələri canlı dedikdə biz yenə canlı hüceyrənin quruluşu necə idi? Onları deyirik və eyni zamanda qeyd eləyək ki, dəricik cavan zoğların üzəri dəriciklə örtülür deyirik. Bunların hüceyrələri bir-birinin yanında sıx-sıx düzülürlər, sıx-sıx yerləşirlər və eyni zamanda deməli qalın qılaflıdırlar və şəffafdırlar. Yəni bunların rəngli deyil, bunlar şəffafdırlar. Canlıdırlar, qalın qılaflıdırlar, bir-birinin yanlarında sıx yerləşirlər və şəffafdır deyirik. Örtük toxumasının hüceyrələri özləri də bir qrup və iki növdən təşkil olunmuşdur deyirik. Və belə deyək də, dəriciyin, cavan zoğların üzərini örtən bu dəriciyin üzərində ağızcıqlar, yəni qazlar mübadiləsində iştirak edən ağızcıqlar vardır ki, bu ağızcıqlar sayəsində qazlar mübadiləsi həyata keçirilir. Nisbətən yaşlı deməli bitkilərdə isə, yaşlı gövdələrdə isə, yəni yaş artdıqca isə dəricik mantarla əvəz olunur və eyni zamanda belə də deyə bilərik ki, qışlayan zoğlarda da, yəni qışlayan zoğlarda və eyni zamanda yaş artdıqca dəricik mantarla əvəz olunur. Mantarın dəricikdən fərqi odur ki, mantar hüceyrələri ölüdür, onların deməli tünd rəngdədir. Dəricik hüceyrələrini dedik ki, qalın qılaflı şəffafdır, lakin mantar hüceyrələrinə deyirik ki, onlar bir qədər tünd rəngdədir və mantar hüceyrələrinə suyu, havanı özündən buraxmayan xüsusi yağa bənzər maddə hopmuşdur və onların hüceyrələri də qeyd etdik ki, ölüdür. Onların üzərində isə dəricikdən fərqli olaraq deməli qazlar mübadiləsində iştirak edən mərciməklər yerləşib deyirik və bir də bir şey qeyd eləyək ki, dəricik şəffaf olduğuna görə günəş şüaları dəricikdən deməli gövdənin daxilinə keçir və burada yaşıl hüceyrələrin əmələ gəlməsində, yəni dəriciyin altında yaşıl hüceyrələr əmələ gəlir, yaşıl hüceyrələr qatı əmələ gəlir. Lakin mantar hüceyrələri ölü olduğuna görə və eyni zamanda onlara suyu və havanı, işığı özündən buraxmayan xüsusi maddə hopduğuna görə mantar qatının altında olan hüceyrələr öz yaşıllığını itirir. Yəni dəriciyin altında yaşıl hüceyrələrə rast gəlinir, lakin mantarın altında yaşıl hüceyrələrə rast gəlinmir deyirik. Bəs əgər belə bir şey də deyək ki, bütün dəricik hüceyrələri də deməli şəffaf deyirlər. Yəni dəricik hüceyrələrinin hamısı şəffaf deyil. Belə ki, bəzi dəricik hüceyrələrinin arasında
xüsusi yaşıl hüceyrələrə də rast gəlinir ki, bunlara biz yaşıl hüceyrələr də deyirik. Bunlara biz qapayıcı hüceyrələr də deyirik. Bunlara biz lobiyaya bənzər hüceyrələr də deyirik. Bunlarda isə xlorofil pigmenti olur ki, onlar fotosintez prosesinin həyata keçirilməsində iştirak edir. Deməli, onda deyirik ki, bütün dəricik hüceyrələri şəffafdır ifadəsi yanlışdır. Çünki dəricikdə eyni zamanda nəyə də rast gəlinir? Deməli, yaşıl hüceyrələrdə rast gəlinir. Deməli, biz deyirik ki, əksəriyyət dəricik hüceyrələri necədir? Əksəriyyət dəricik hüceyrələri şəffafdır. Deməli, onda biz cavan zoğlarda qabıq hissəni, yəni biz bilirik ki, örtük toxuması bitkinin qabığını formalaşdırır, yəni bitkini xarici təsirlərdən qoruyur. Eləcə də cavan zoğlarda qabıq nədən ibarətdir deyəndə deyəcəyik ki, dəricikdən ibarətdir, dəriciyin altında yerləşən yaşıl hüceyrələr qatından ibarətdir və sonra da fleama qatından ibarətdir. Fleama qatında da fleama boruları və fleama lifləri yerləşir. Lakin yaşıl zoğlar, zoğun qabıq qatına nələr aiddir deyəndə deyəcək ki, artıq dəricik yox, deyəcək mantar qatı, onun altında fleama qatı. Görürsünüz, artıq yaşıl hüceyrələr qatının adını çəkmədik. Niyə? Çünki mantar işığı buraxmadığına görə həmin yaşıllıq, onun altında olan hüceyrələr öz yaşıllığını nə edir deyirik? İtirir deyirik. Və eyni zamanda yerləşdiyi yerə baxırıq. Məsəl üçün, örtük toxumasına harada rast gəlinir? Rast gəlinir kök üsküyü, kökün ucunu üsküy şəklində örtür və onu xarici təsirlərdən qoruyur, mühafizə eləyir, canlı hüceyrələrdən təşkil olunmuşdur. Eyni zamanda kökün qabığı da deyə bilərik, yalnız kökün ucu yox, kökün digər zonaları da xaricdən qabıq qatı ilə əhatə olunmuşdur və yarpağın və zoğun dəriciyi. Yəni, yarpaq biz bilirik ki, üstdən və altdan, üst dəricik və alt dəriciklə əhatə olunmuşdur. Eyni zamanda da cavan zoğların üzəri dəriciklə, yaşlı gövdənin və qışlayan zoğların isə üzərinə ilə örtülür dedik, mantar qatı ilə örtülür dedik. Və funksiyası da ondan ibarətdir ki, bitkini xaricdən örtərək, onu ətraf mühitin xarici təsirlərindən nə edir? Müdafiə edir, qoruyur. Deməli, əksəriyyət dəricik hüceyrələri şəffafdır. Lakin bir qism, onların arasında yerləşən bir qism hüceyrələr eyni zamanda nə edir deyirik? Yaşıl hüceyrələrdir və fotosintez prosesinin həyata keçirilməsində iştirak edirlər. Mantarın hüceyrələri isə tünd rəngdədir, mantar qatı tünd rəngdədir və ölü hüceyrələrdən təşkil olunmuşdur deyirik. Növbəti gəlirik nəyə? Növbəti gəlirik, deməli, mexaniki toxumaya. Mexaniki toxuma, müəllimlər, mexaniki toxuma qeyd eləyək ki, bitkilərə mexaniki möhkəmlik verir, onların dayaq funksiyasını yerinə yetirir və belə deyək ki, mexaniki toxumanın əksəriyyət hüceyrələri ölüdür. Baxın, əksəriyyəti qalın qılaflı, odunlaşmış ölü hüceyrələrdən. Deməli, əksəriyyət deyiriksə, onda belə çıxır ki, deməli, mexaniki toxumada bütün hüceyrələr ölü deyil. Mexaniki toxumanın canlı hüceyrələrinə də rast gəlinir. Məsəl üçün, yarpağın bəzi hissələri vardır ki, orada mexaniki toxumanın cavan hüceyrələrinə rast gəlinə bilir. Yəni, bütün hüceyrələri ölüdür deyə bilmərik, amma əksəriyyət hüceyrələri ölüdür deyirik. Bundan başqa, məsəl üçün, mexaniki toxumaya gəlin, harada rast gəlinir, onlara bir-bir baxaq. Baxın, mexaniki toxumaya gövdədə rast gəlinir, harada? Gövdədə, bayaq mən qeyd etdim ki, qabığı əmələ gətirir cavan zoğlarda dəricik, yaşıl hüceyrələr və fleama, yaşlı zoğlarda mantar və fleama. Deməli, fleama qatı özü nəyə aiddir? Gövdənin qabıq qatına aiddir. Gövdənin qabıq qatında fleama lifləri mexaniki toxumanı həyata keçirilir. Eyni zamanda oduncaqda olan oduncaq lifləri mexaniki toxumadır. Deməli, gövdədə bir qabıqda fleama qatında fleama lifləri, bir də oduncaqda oduncaq lifləri. Yarpaqlarda isə borulu lifli damar dəstələri var. Yarpaqlarda borulu lifli damar dəstələrində mexaniki toxumaya rast gəlinir. Kökdə isə mərkəzi silindirdə rast gəlinir. Deməli, kökdə və yarpaq damarlarında biz kökdə həm mexaniki toxumanı, həm də ötürücü toxumanı hər ikisini mərkəzi silindirdə götürəcəyik, eyni yerdə.
Bir də yarpaqda həm mexaniki toxumanı, həm də ötürücü toxumanı borulu lifli damar dəstələrində götürəcəyik. Deməli, kökdə və yarpaq damarlarında mexaniki toxumalar harda yerləşir deyirik? Əsasən ötürücü toxumanın ətrafında yerləşir. Kökdə və yarpaq damarlarında. Kökdə və yarpaq damarlarında mexaniki toxumalar ötürücü toxumanın ətrafında yerləşir deyirik. Bax, yarpaqda da borulu, lifli damar dəstələri. Baxın, həm borular, ötürücü toxuma, həm liflər, mexaniki toxuma. Bu ikisi də eyni yerdədir. Eyni zamanda kökdə də mərkəzi silindir deyirik. Kökün mərkəzi silindir adlandırılan hissəsində həm mexaniki toxumanın törəmələrinə, yəni liflərə, həm də nəyə rast gəlirik dedik? Ötürücü toxumaya, borulara rast gəlirik dedik. Ona görə qeyd edirik ki, kökdə və yarpaq damarlarında mexaniki toxumalar ötürücü toxumanın ətrafında yerləşir deyirik. Yəni, kökdə mərkəzi silindirdə, yarpaqda isə borulu lifli damar dəstələrində. Bu belə, yəni buna diqqət yetirək. Bir də funksiyasında dedik ki, bitkilərə möhkəmlik verərək dayaq funksiyasını yerinə yetirir deyirik. Deməli, keçək nəyə? Ötürücü toxumaya. Ötürücü toxuma dedikdə, müəllimlər, ötürücü toxumada bir qrup, iki növdür deyirik. Yəni, flema boruları və ksilema boruları olmaqla iki qrupa bölünür deyirik. Öncə bunu qeyd edək ki, nədir bunların fərqi? Flema və ksilema borularının. Ümumiyyətlə, flema borularının başqa adı ələyə bənzər borulardır. Flema gövdənin qabıq qatında flema qatı var idi. Həmin flema qatında bayaq da qeyd etdim ki, flema lifləri və flema borularına rast gəlinir. Eləcə də qabıq qatının, qabığın flema qatında yerləşdiyinə görə flema boruları da deyirlər və bunların arasındakı ara kəsmələr ələk kimi deşikli olduğuna görə bunlara deməli ələyə bənzər borular da deyirlər və bu borularla, bunlar da yenə canlı hüceyrələrdən təşkil olunmuşdur ki, bu borularla yarpaqlarda və cavan zoğlarda hazırlanan üzüm maddələr bitkinin digər hissələrinə çatdırılır. Digər isə ksilema borularıdır. Bunlara ksilema boruları da deyirlər və yaxud da oduncaqda yerləşənlərə oduncaq boruları da deyilir və yaxud da adi su boruları da deyirlər. Bu boruları isə artıq bunların, belə deyək də, ölü hüceyrələrdən bunlar təşkil olunub və bunların arasındakı ara kəsmələr dağılmış və boru şəklini almış ölü hüceyrələrdən təşkil olunmuşdur. Yəni, belə deyək də, ilk öncə flema boruları yaranır, sonra onlar öldükdən sonra ksilema borularına başlanğıc verir deyirik. Yəni, ksilema boruları öz funksiyalarını hüceyrə mühtəviyyatı dağıldıqdan sonra, öldükdən sonra yerinə yetirirlər. Flema boruları ilə üzüm maddələr hərəkət edir, yarpaqlarda hazırlanan üzüm maddələr hərəkət edir, ksilema boruları ilə isə nə hərəkət edir dedik? Qeyri-üzüm maddələr, yəni su və mineral maddələr hərəkət edir deyirik. Deməli, əgər sual olunsa ki, üzvü maddələr gövdənin hansı qat ilə hərəkət edir, deyəcəyik, qabıq qatında, qabıqda olan flema boruları vasitəsilə hərəkət edir. Hətta bunu bizim biologiya, botanika kitabında belə bir təcrübə də var idi ki, bitkinin qabıq hissədən kəsib bir halqa şəklində çıxardırdılar və həmin hissə şişkinləşirdi. Səbəb qabıqda olan flema boruları zədələndiyinə görə üzüm maddənin digər hissəyə keçə bilməməsi idi. Və deyirik ki, üzüm maddələr gövdənin hansı qatı ilə hərəkət edir? Qabıq qatında olan flema boruları vasitəsilə hərəkət edir. Bəs su və mineral dozlar gövdənin hansı qatı ilə hərəkət edir deyəndə deyirik ki, gövdənin oduncaq qatı ilə hərəkət edən, oduncağında yerləşən ksilema qatı vasitəsilə hərəkət edir deyirik. Və bir də bir şey qeyd edeyim ki, məsəl üçün, gəlin ayrı-ayrılıqda baxaq ki, bunlar bəs harada yerləşir, harada rast gəlinir. Yenə qeyd edirəm ki, flema borularına, məsəl üçün, yarpaqlarda rast gəldik, flema borusuna deməli, rast gəldik gövdənin qabıq qatında, qabığın flema qatındakı flema boruları. Bundan başqa, kökdə rast gəlirik həm flema borularına, həm də adi su borularına, kökdə rast gəlirik mərkəzi silindirdə. Yadımızda qalsın ki, kökdə həm ötürücü toxuma, yəni flema boruları və adi su boruları, həm də liflər, mexaniki toxuma hər ikisi yerləşir mərkəzi silindirdə. Yarpaqda isə hər ikisi yerləşir borulu lifli damar dəstələrində. Gövdədə isə flema qabıq qatında, ksilema isə oduncaqda yerləşir deyirik.
Deməli, bir də bir şey qeyd eləyək ki, funksiyalarda oldu ki, flema boruları ilə üzüm maddələr daşındı, ksilema boruları ilə isə nə daşındı? Qeyri-üzüm maddələr, yəni su və mineral dozlar daşındı deyirik. Və belə bir şey də qeyd edeyim ki, ümumiyyətlə kökdə və gövdədə, müəllimlər, kökdə və gövdədə həmişə mərkəzdə flema boruları yerləşir. Məsəl üçün, tutaq ki, bax, bunlar olsun flema boruları, ya belə bir şey çəkək. Bax, bu olsun flema boruları. Flema boruları mərkəzdə. Ksilema boruları isə kənarda yerləşir. Baxın, bu cür. Bu harda baş verir? Bu olur gövdədə və bir də yarpaqda. Üzr istəyirəm, kökdə, bir də gövdədə olur. İndi baxın, biz bilirik ki, kök və gövdədə nə baş verir? Kökdə və gövdədə su dona bilər, düzdür? Bax, bunu yazaq yarpaqda. Lakin gövdədə və kökdə isə ksilema ortada yerləşir. Flema isə kənarda yerləşir. Baxın, bu cür. İndi bunun səbəbini mən deyim. Deməli, köklə gövdə qışda donmasın deyənə, onlarda, yəni kökdə və gövdədə qışda bunlar donmasın deyənə, axı biz bilirik ki, ksilema borularında su və mineral dozlar hərəkət edir, su hərəkət edir və o su olan boru tez donur deyənə, onlar flema borularının əhatəsi mərkəzindədirlər. Lakin yarpaqlarda, baxın müəllimlər, yarpaqlarda flema ortadadır, ksilema onun əhatəsindədir. Çünki yarpaqlar onsuz da qışda tökülürlər. Və iynəyarpaqlı ağaçlarda da onların dəriciyi zaten qalın olur. Biz bilirik ki, onlarda kütləvi xəzan baş vermir. Deməli, kökdə və gövdədə, kökün mərkəzi silindrində və gövdədə də mərkəzdə ksilema boruları, onların ətrafında isə ələyə bənzər borular, yəni flema boruları yerləşir. Yarpaqda isə mərkəzdə yarpağın borulu lifli damar dəstələrində mərkəzdə flema boruları, onun ətrafında isə ksilema boruları yerləşir deyirik. Çünki yarpaqlar qışda donmur. Nəyə görə? Çünki onlar onsuz da onlarda xəzan baş verir. Onlar yarpaqlar töküldüyünə görə onlarda donma baş vermir. Ona görə flemanın ətrafında ksilema yerləşir deyirik. Bax, bütün bu dediklərimizdən belə nəticə çıxdı ki, məsəl üçün, əgər bizə sual verilsə ki, hüceyrədə deməli, hansı toxumalardır ki, öz funksiyasını, belə deyək də, canlılıq dağıldıqdan sonra, yəni canlı tərkib hissə, mühtəviyyət dağıldıqdan sonra yerinə yetirirlər. Yəni, hansı toxumanın hüceyrələridir ki, onlar öldükdən sonra, onların canlı tərkib hissəsi dağıldıqdan sonra öz funksiyalarını yerinə yetirirlər. Buna biz nəyə misal göstərdik? 1. Mantar hüceyrələri, mantar qatı, yəni dedik ki, mantarın hüceyrələri ölüdür. İkinci dedik ki, mexaniki toxuma, dedik əksəriyyəti ölüdür və bir də ksilema boruları. Əvvəlcə ələyə bənzər borular əmələ gəlir, ələyə bənzər borular sonra ksilema borularına çevrilir. Yəni canlı tərkib hissə dağıldıqdan sonra ksilema boruları əmələ gəlir. Deməli, ksilema, mexaniki toxuma, bir də mantar qatının hüceyrələri öz funksiyalarını hüceyrə mühtəviyyatı dağıldıqdan sonra yerinə yetirirlər deyirik. İfrazat toxuması dedikdə isə müəllimlər, ifrazat toxuması belə deyək, hüceyrələri canlıdır. Nəyə görə canlıdır? Axı, əgər hər hansısa bir hüceyrədə müəyyən bir məhsul əmələ gəlirsə, deməli, o canlı hüceyrədir ki, o məhsulu əmələ gətirə bilir, düzdürmü? Ona görə də deyirik ki, məsəl üçün, nektarlıqlardır, məsəl üçün, qətrandır, efir yağlarıdır, süd borularıdır. Bax, bunların hamısını ifraz edən toxuma ifrazat toxumasıdır və onun hüceyrələri də nədir dedik? Nazik divarlı, canlı hüceyrələrdir. Süd borularıdır. Yenə də deyirəm, vəzi tükcükləridir, bəzi testlərdə var, vəzi tükcükləri, şiri ifraz edən kanallardır və yaxud da qətranlardır. Bunlar canlı hüceyrələrdən təşkil olunmuşdur, deyirik. Və qeyd eləyək ki, belə deyək də, ümumiyyətlə ifrazat toxuması harada yerləşir deyəndə deyirik ki, bu bitkilərdə orqanların daxilində və xarici səthində yerləşə bilir, deyirik. Deyək ki, vegetativ və çoxalma orqanlarının daxilində və xarici səthində yerləşir, belə deyirik və eyni zamanda funksiyası nədən asılı oldu?
məsəl üçün nektarlıq deyirik, tozlanmada iştirak edir və yaxud da maddələr mübadiləsi məhsullarının ifrazında rol oynayır və s. Və bir də bir şey qeyd edeyim ki, bitkidə eyni zamanda ifrazat prosesini həyata keçirdən yarpaqlar da rol oynayır. Xəzan qabağı deyirik bitkidə, bitkiyə lazım olmayan, bitki yarpaqlarında bitkiyə lazım olmayan zərərli maddələr toplanır ki, yarpaqlar qopub düşdükdə onlar həmin bitkidən kənarlaşdırılır deyirik. Digər toxuma növü əsas toxumadır. Əsas toxumanın başqadır parenxima toxumasıdır. Bir şey qeyd edeyim ki, müəllimlər, baxın, sizə desələr ki, hansı toxuma növüdür ki, o bitkinin bütün hissələrinin əmələ gəlməsində iştirak edir, bu törəci toxumadır. Yəni, törəci toxuma bitkinin bütün hissələrinin əmələ gəlməsində iştirak edir, törədən toxumadır. Və sizə sual verilsə ki, deməli, hansı toxuma qrupudur ki, belə deyək də, bütün toxumalar onun arasında yerləşir. Bu əsas toxumadır. Yəni, əsas toxuma özü də canlı hüceyrələrdən təşkil olunub, nazik divarlı, bol sitoplazmalı, deməli, maddələr mübadiləsiz sürətli gedən, canlı, cavan hüceyrələrdən təşkil olunub. Əsas toxuma bir qrup, 2 növdür. Onun birinə deyirlər fotosintez edici əsas toxuma, digərinə isə deyirlər nə? Ehtiyat toplayıcı əsas toxuma. Deməli, baxın, birinci fotosintez edici əsas toxumaya gəlin baxaq. Fotosintez edici əsas toxuma dedikdə buna harda rast gəlinir? Fotosintez edici əsas toxumaya rast gəlinir yarpaqlarda harda? Yarpağın lətində. İndi biz yarpağın daxili quruluşunu keçəndə orada deyəcəyik ki, yarpağın dəricinin altında lət yerləşir və o fotosintez edici əsas toxumadan təşkil olunub. Yəni, sütunvari, orada 2 cür hüceyrə var və süngərvari hüceyrələrdən təşkil olunub deyirik. Deməli, nə dedik? Yarpaq lətindəki hüceyrələr və eyni zamanda, necə ki, bayaq qeyd etdik ki, bütün dəricik hüceyrələri şəffaf deyil. Eyni zamanda bəzi dəricik hüceyrələrin arasında yaşıl qapayıcı hüceyrələrə də rast gəlinir. Bax, onlarda da fotosintez. Yəni, hansı hüceyrələrdə xlorofil pigmenti varsa, xloroplast varsa, orada üzüm maddə əmələ gəlirsə, o fotosintez edici əsas toxumadan təşkil olunub. Yaxşı, bəs başqa harda rast gəlinir? Məsəl üçün, bir yarpağı dedik, bəs yaxşı gövdədə cavan zoğlarda, bayaq qeyd etdimi ki, üzəri dəriciklə örtülür, dəricik şəffaf olduğuna görə günəş şüaları dəricikdən gövdənin zoğun daxilinə keçirib, orada yaşıl hüceyrələr əmələ gətirir. Bax, həmin o yaşıl hüceyrələr qatı, yəni dəriciyin altında fotosintez edici əsas toxuma yerləşir deyirik zoğlarda. Yarpaqda dəriciyin altında sütunvari və süngər toxuması, bir də cavan zoğlarda dəriciyin altında fotosintez edici əsas toxuma yerləşir deyirik. Bəs ehtiyat toplayıcı əsas toxumaya harda rast gəlinir? Meyvə köklərdə, meyvə lətində, yəni harda ki, ehtiyat qida maddəsi toplanır, bax orada. Eyni zamanda gövdədə də özəkdə. Gövdənin qatlarını keçəndə orada qeyd edəcək ki, özək fotosintez edici əsas toxumadan təşkil olunubdur. Funksiyondan ibarətdir ki, fotosintez edici əsas toxumanın funksiyası ondan ibarətdir ki, adından da göründüyü kimi, bunlarda fotosintez prosesi gedir, üzüm maddə əmələ gəlir. Ehtiyat toplayıcı əsas toxumanın funksiyası ondan ibarətdir ki, onun hüceyrələri nisbətən daha iridir və vakuallar, iri vakualları var. Çünki vakualların içərisində biz bir-iki hüceyrə şişəsi olur və orada da nişasta dənələri, yağ damaları, suda həll olunmuş şəkərlərə rast gəlinir deyirik. Eyni zamanda ehtiyat halında orada qida maddələri toplanır. Necə ki deyirik, özək ehtiyat toplayıcı əsas toxumadan təşkil olunub. Bax, özək ehtiyat toplayıcı əsas toxumadan təşkil olunub və özəkdən bitkinin bütün hissələrinə özək şüaları gedir və qışda, məsəl üçün, bitki nə ilə qidalanır? Yazda fotosintez gedir, yığır özəyə, qışda da özəkdən özək şüaları vasitəsilə bitkinin bütün hissələrinə qida maddələri gedərək, bitki onlar vasitəsilə heterotrof yolla qidalanır deyirik, yəni hazır qida maddəsindən istifadə edir. Baxın, indi sizə sual verilsə ki, orqanoid olaraq, baxın, xloroplast hansı toxumadan təşkil olunub? Deyirik ki, fotosintez edici əsas toxumadan. Çünki xloroplast olan orqanlarda nə prosesi gedir? Fotosintez gedir. Bəs leykoplast? Leykoplast ehtiyat toplayıcı əsas toxumadan və leykoplastlarda nisbətən iri vakuallar var və həmin vakualların içərisində hüceyrə şirəsi var. Bizdə bilir ki, hüceyrə şirəsinin tərkibində suda həll olan şəkərlər, nişasta dənələri, yağ damaları və s. toplanır ki, bu da adından da göründüyü kimi ehtiyat halda lazım gəldikdə bitki tərəfindən istifadə olunur deyirik.
Baxın müəllimlər, toxumalar haqqında bu qədər. İndi daha geniş şəkildə orqanları keçdikcə biz zaten elə orqanların özündə də bir-bir olan hamısına yenidən təkrar toxunacağıq. Orada bir qədər də sizə rahat gələcək. Bura qədər müəllimlər, qaranlıq qalan nə oldu sizə? Varsa deyin, yoxsa keçək yeni hissəyə? Müəllimlər, səsim gəlirmi sizə? Müəllimlər, səsim gəlir.